Salam, hər vaxtınız xeyirli olsun, dəyərli şagirdlər. Deməli, qrupa atdığım növbəti sualın izahını verək. Sualda bizə deyir ki, sürtünmə nəzərə alınmır və cisimlərin təcilini hesab edin. Aha. Demək, uşaqlar, qəbula düşə biləcək suallardan biridir. Bu sualın həllinə baxaq. Deməli, bunları sərbəst buraxırlar. Blokdandır, iki dənə cisimdir. Sərbəst buraxırlar. Birinin kütləsi 8 kiloqram, digərinin kütləsi 2 kiloqramdır. Aha. Sərbəst buraxılanda biz bilirik ki, 2 kiloqramlı cisim, yəni 2 kiloqramlıq kütləli cisim A təcili ilə aşağı düşəcək. Düzdür? Ay sağ ol. Onda buna təsir edən hansı qüvvə var? Təbii ki də buna təsir edən mg ağırlıq qüvvəsi var. Yəni buna yazıram m1j. İpdə də bildiyimiz kimi gərilmə qüvvəsi var da, ipdə də gərilmə qüvvəsi. Aha. İndi eyni ip olduğuna görə, eyni ip olduğuna görə, onda burada yaranan gərilmə qüvvəsində mən T ilə işarə eləyirəm. Aha. Demək uşaqlar, bu M1J, yəni bunun ağırlığı gərilmə qüvvəsində çoxdur ki, A təcilini aşağı düşür. Onda mən Newtonun ikinci qanunu yazanda M1A bərabərdir M1 bölü J çıxılsın T gərilmə. Yəni 2 kiloqramlıq kütlə üçün mən tənliyimi tərtib elədim. İndi keçirəm burada sürtünmə qüvvəsi olmadığına görə onda əvəzləyici qüvvə elə nəyə bərabər? Gərilmə qüvvəsinə bərabər. Əvəzləyici qüvvə nədir? M2 vurulsun A-dır. M2 vura M2 8, yəni 8 aya. Deməli, gərilmə qüvvəm 8 aya bərabərdir. Aha. Yerinə qoysaq M1 2-dir. Yazıram 2 vura bərabərdir. 2 vur 20. 20 çıxılsın 8A. Sol tərəfə keçirsək 10 vurulsun A, yəni 10-a bərabərdir 20-yə. Buradan təcili asanlıqla tapırıq. 20 bölünsün 2-dir. Daha doğrusu 10-dur. 20 də 10-a böləndə cavab elib 2. Yəni mənim təcillim 2 metr bölünsün saniyə kvadratıdır. Bunun uşaqlar birbaşa düsturu da var. Birbaşa düsturu. Bəzi ədəbiyyatlarda birbaşa düsturu verir. Necə? Təcil üstün birbaşa düstur. M1J çıxılsın T. Daha doğrusu əgər sürtünmə qüvvəsi olsaydı, mən buradan ev sürtünməni çıxardım, bölərdim bunların kütlələrin cəminə. Olmadığına görə elə yazıram A bərabərdir M1J bölünsün M1 plus M2. Mən bunu açıq şəkildə yazdım, qüvvələri göstərdim. Yəni bəzi hallarda indi şagirddə, abituriyentdə, imtahanda bəzən yadınızdan çıxa bilər. Ona görə də vizual olaraq görün ki, qüvvələr necə tətbiq olunur, hansı istiqamətə və nəyi nə ilə əvəz etmək lazımdır. Sağ olun, salamat qalın.